əsrin müqaviləsi burada öz məntiqi sonluğuna çatdı. 5 ildir ki Türkiye'ye her defa ben gelende bana sual verirler. Ne vakit Bakü-Ceyhan hattı olacaktır? Ben de her defa derdim ki olacaktır, olacaktır, olacaktır. Bugün artık bu oldu ve kontrakt imzalandı. Hamınızı yürekten tebrik ederim. Təsirlər var idimi Azərbaycana ki, Azərbaycan bu addımı atmasın? Çünki Azərbaycan bunu eləyən ilk postsovet ölkəsi oldu. Təbii ki, bu təsirlər imzalama mərasiminə qədər vardı. Mənim indi kim xatirimdə də biz deməli konferans zalının girəcəyində dayanmışdıq və mərhum Heydər Əliyevlə Eduard Şevarnadze söhbət edirdilər. Təbii ki, nazirlər də bir qədər kənarda gözlürdü yolları. O zaman Yeltsin salona daxil oldu və özünə elə apardı ki, Azərbaycanın və Gürcüstan dövlət başçılarını görmür. Çox belə iddialı bir tərzdə